Bu günləri mənə gələn PR və ondan əlavə də özümün sifariş verdiyi bəzi məhsulları sizə göstərmək istəyirəm. Amerikadan bu yaxında dostum gəlmişdi İtaliyaya və onun evinə gələn PR boksum var idi və bəzi özümün sifariş verdiyi məhsullar var idi. İlkin olaraq bir PR gəlmişdi mənə Koreya brandindən, Koreya dükanından idi. Amerikaya yalnız göndərilirdi o PR. Mən də Amerikada tanışım olduğu üçün onun adresini yazmışdım. Mixun brendinin belə bir üz yuma yağı. Bunu hətta bu brendə çox tərifləyirlər. Məndə heç bir məhsul olmayıb, amma bunu yoxlayacağam. Ondan sonra Anua'nın bu serumu gəlib. Məndə bu serum olub, hətta hansısa bir videomda demişdim ki, mənə PR kimi gəlib. İkincisi də mən bunu birini bitirmişəm. Bu da məndə artıq PR kimi gəlib. Hətta bir dənə fikirləşim. Yox, mən ikisini bitirmişəm. İkisini bitirmişəm, bu üçüncüdür. Bunu mən çox bəyənirdim. Üzümə effekti çox qəşəng idi. Sadəcə bitmişdi. Mən də almırdım çünki PR kimi gəlib, dedim. Niyə alım? Sonra özümün sifariş verdiyi bir məhsul var idi. Mən Amerikadan deməli bir dənə set almışdım. Deyəsən 35 ya 25 evro idi. İçində 9 dənə mini parfüm vardı. Sonra onlardan birini bəyənirdin və onun travel səyahət boyunu hədiyyə kimi götürə bilirdin orada olan kodla. Mən bunu bəyəndim və kodla götürdüm bunun travel versiyasını, yəni səyahət versiyasını, səyahət boyunu. Yəni məncə çox da qəşəngdir. Çünki mən balacasını hələ istifadə edirdim. İyi nə qədər qalırdı. Bunun böyüyü əla. Mən bunu Amerika Sephora'sından sifariş vermişdim və heç bir sıfır, yəni heç bir özümdən başqa bir ödəniş də eləmədim. Sadəcə bunun kodu yazdım və heç bir necə deyim, shipping falan pulu da ödəmədim. Onunla birlikdə də 2 dənə belə sample götürmüşdüm. Biri hansı brenddir bu? Good Girl Gone. Bad by Kilian. Bu brendi ilk dəfə değiştirəm. Sadəcə parfüm idi deyə bunu götürdüm. Başqa heç bir şey götürmək istəmirdim. Bir də belə Coco Chanel'in çox gözəl bir parfümü. Xoşuma da gəldi. Bunlar mənim istədiyim və mənim dostumun aldıqlarıdır. Orada bəlkə mənim Amerika videolarımı nə vaxtsa izləmişsiniz. Orada demişdim. Marshall və TJ Maxx kimi dükanlar var və bəzi lüks məhsulları siz ucuz qiymətə ala bilirsiniz orada. Narsın belə bir pomadasını aldı mənə və məncə 6-7 dollar kimi bir qiymətə aldım. Çox qəşəngdir. Bu rəngini çox bəyəndim. Çox gözəl mat rəngi var. İyi də qəşəngdir. Florence by Mills'in 2 dənə belə məhsulu. Bu bəlkə baxmısınız. Stranger Things deyə bir Netflixdə serial var. Bu serialda başrolda olan Eleven rolunda qızın adı yadımdan çıxdı. Belə bir üz spreyi. Çox ucuz idi deyəsində, dedim dostum alsın. Mənə video danışıqla zəng eləmişdi. 5 evro falan kimi qiyməti vardı. Amma əslində saytda deyəsən 20 neçə, 35 evro deyirəm, 5 dollar, 30 dollara falan yaxın olmalıdır. Mario Badescu spreylərinə oxşuyub. İyi qoxusu oxşamır, amma yəni belə fresh eləyən bir spreydir. Bir də belə bir lip gloss. Hansı ki, heç bunu yoxlamamışam hələ. Belə mini. Bunu da gəlin açaq. Qoxusu və dadı qəşəngdir, xoşuma gəldi. Və son olaraq Bubble Beauty'dən belə bir mənə dekabr ayında, hal-hazırda martdır, noyabrda ola bilər. Belə bir box gəlmişdi mənə, PR box. Birinci siz görmək istəyirsiniz. Heç nə görmədiniz amma. Çok cute. Sticker var. Skincare routine. Step 1 cleanse. Step 2 moisturize. Step 3 vitamin C niacinamide tone and texture serum. Bu da nədir bu? Step 2'dur. Ama step değil, bu da step. Bu step 3'dir. Bu step 2, bu step 3. Moisturize sonra olur. Birinci serum, sonra moisturizing. Və bunun içində belə bir çantası da var. Belə şəffaf. Təəssüf ki, bunu gecə açdım, amma yəni sağ olsunlar göndəriblər mənə. Və bu arada bu mənim aldığım ilk PR box'tu. Yəni bu ilk idi. O ikinci Koreya məhsulları o ikinci idi. Yəni çox bu ümumiyyətlə insanı xoşbəxt hiss elətdirir. Yəni belə. Bura qədər izlədiyinizə görə çox sağ olun. Sağ olun.